Uşaq tez-tez xəstələnirsə, bağçaya, məktəbə gedə bilmirsə ona hansı vitamin verməliyik? Birinci yerdə D vitamini gəlir. Bəli, D vitamini immun sisteminin açarıdır. Bədəndə az olanda immunitet aşağı düşür. Orqanizm virus və bakteriyalara qarşı mübarizə apara bilmir. Uşaq bir həftə yaxşı olur, sonradan yenidən xəstələnirsə, deməli bədənində D vitamini çatışmır. İkinci vacib vitaminimiz omega 3, yəni balıq yağıdır. O uşağın beyin və sinir sistemi ilə yanaşı immunitetinə də müsbət təsir göstərir. Bədəndə olan iltihabı tənzimləyir. Amma aptekdə satılan hər balıq yağını alıb vermək də doğru deyil. Çünki burada balıq yağının tərkibindəki EPA və DHA maddəsinin qədəri, yağın hansı balıqdan alınması və istehsalçı ölkə çox önəmlidir. Mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil məhsuludur. Easy Fish Oil'in tərkibində omega 3 ilə yanaşı uşaqların immun sistemini və sümüklərini möhkəmləndirən D vitamini də var. Bilirsiniz ki, D vitamini yağla birlikdə sorulur. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin effektliyini artırır. Balıq yağı övladınızın beynini, D vitamini isə immun sistemini dəstəkləyir. Məhsulun digər bir üstünlüyü çeynənilən jelatin tablet şəklində olmasıdır. Sirop şəklində olan balıq yağları oksidləşmə getdiyi üçün bilirsiniz ki, tez xarab olur. Easy Fish Oil isə çeynənilən jelatin tablet şəklindədir. Yəni hava ilə təmasda olmadığı üçün hər dəfə istifadə elədiyiniz zaman ilk günkü təzəliyini qoruyur. Həmçinin meyvə aromalı olduğu üçün uşaqlarınızın sevə biləcəyi bir daddadır. Norveç istehsalı Easy Fish Oil məhsulunu bütün apteklərdən əldə edə bilərsiniz.